Biz həm də necə dərs keçmək, pedaqoq olmaq bu yolu keçirik. Biz ancaq dərs öyrənmirik axı. Biz hər şeyi öyrənirik. Əgər mən sizə aqressiv öyrətsəm, mən desəm, ay xanım müəllimə, daha bəs durun da, nə qədər izah edəcəm mən sizə. Daha başa düşmədiniz, özünüz oxuyarsınız desəm, əgər siz də uşağa qarşı o şəkildə olacaqsınız. İnsanlar gördüyü davranışları təkrarlayırlar. Bax, valideyn uşağı təhqir edirsə, uşaq da özündən balacanı təhqir edir, ya evin içində, ya çöldə. Bu belə davamlı da, zəncirvari prosesdir. Yəni mən sizə bu öyrətmə prosesində nə qədər ədalətli davransam, siz də öz şagirdlərinizə o qədər ədalətli davrana biləcəksiniz. Bu mənim şuurlu şəkildə seçdiyim bir şey deyil, ha. Amma sonucu odur. Yəni mən həqiqətən sevərək öyrədirəm, bu başqa məsələ. Amma həm də sizə onu öyrədirəm ki, siz də o qədər səbirlə, təmkinlə, çünki başa düşmürsə düşmür. Mən özüm də başa düşməyən uşaq olmuşam axı. Mənim özüm də anlama çətinliyim olubdu. Başa düşürəm ki, başa düşmürsə düşmür. Yəni kefindən demir ki, başa düşməmişəm. Başa düşmür sadəcə. Həmçinin də uşaq da elədir, xanım müəllimə. Uşaq da əgər başa düşməyəcəksə, mən deyəcəm ki, ay bala, tupoysan başa düşmürsən, yaraşar o. Uşaq sadəcə başa düşmür və başa düşmək istəyir. Uşaq yox, özün aktyorluğa qoyub oxumaq istəmirsə, ona başqa cür düzəliş verirəm mən. Ki deyirsə ki, başa düşməklə bağlı yox. Məsələn, uşaq kefindən tutaq ki, bilirəm ki, özünü zəhmətə verib oxumaq istəmir. Hə, onda başqa cür düzəliş verirəm. Amma sırf uşaq başa düşmürsə, səbrlə, təmkinlə, zaten uğurlu olmanın səbəbi olur. Mənim uşaqlarım ona görə həmişə yaxşı yazırlar ki, hətta biz dərsliyi bitirməmişik, yəni testləri bitirməmiş, summativ nəticələrin qalxmaq səbəbi odur. Mən daim uşaqların motivasiya ilə işləyirəm. Daim. Usanmadan, əgər yorğunamsa, dərsi təxirə salıram. Aqressiv dərs keçmirəm uşağa. Nə qədər aqressiv olsam, valla nə düzəməli siz öyrənə bilərsiniz, nə də şagird öyrənə bilər. Yəni bu işin açarın odur ki, səbir, təmkin və həqiqətən işi sevmək. Bu belə kombin olanda uğurlu olur, olmayanda olmur. Və zaten bu uşaq problemli uşaqdır gəlibdir. Mən özüm seçmişəm problemli uşaqlarla işləməyi. Mən əgər onlara ağzıma gələn desəm, doğru dillə deyəcəm, uşağı kimi tutur müəllimlər. Ay baba, neçə dəfə deyəcəm, başa düşmürsən, düşmür. Şeysən, sən bax da, gör da, deyirlərsə uşağa. Bu uşaq necə öyrənə bilər? Təhqir olduğunuz yerdə necə öyrənə bilərsiniz? Və ya da özünüzü komfortsuz hiss elədiyiniz yerdə necə öyrənə bilərsiniz? O komfortu da biz uşaq üçün yaradırıq. Həmçinin də sizin üçün yaradıram. Və bu yəni don geyindirilmiş, bu rola girilmiş mən deyil. Mən sadəcə olaraq real şəkildə başa düşürəm ki, siz başa düşmürsünüz. Təkrar izah edirəm, həmçinin də uşaq üçün. Və deyirəm, sizdə olan prinsipimin əsası da siz də sabah, yəni nəticə olaraq bilirəm ki, siz də sabah şagirdlərinizə o şəkildə təmkin olacaqsınız. Çünki sizin müəlliminiz Çinarə müəllimədir və o qədər təmkin göstəribdir. Yəni mən sizə bir təşəkkür edəcəkdim. Deyirəm ki, bu məqamı gəlsin. Siz bilirsiniz ki, bu ay mən 5 dənə uşaq götürdüm məktəbə qədər. Xeyirli olsun. Allah ruzumuzu bol eləsin. Hə, sadəcə məktəbə kimi də birinci sinifə hazırlamaq üçün danışmışdıq. Onun da biz artıq bitiririk. Onlar məktəbə yola saldı. Ayın 10-da axırıncı dərs günümüzdür. Mən uşaqlarla danışanda, valideynlə danışanda dedim, mənim idealım sizlə tanış olanda, mənim idealım sizin kimi danışmağa çalışıram, sizin kimi necə deyim, problemlərə yanaşmağa çalışıram. O gün valideyn mənə deyir, canım uşağımı aparmağa gəlmişdim. Bir gün də biri deyir, mənim uşağım sizdən tək dərs yox, çox şey öyrənib, danışmağı öyrənib. Uşaqlarım deyir, evdə bərli xeyirlə danışır, böyüklərlə, sizinlə tanış olanla, dalaşmır, qardaşını vurmur, incitmir. Ki, müəllimə deyir, belə olmaz, belə deyir. Yəni, o qədər deyir, çox şey borcluyam ki, dərsi qoyuram kənara. Artıq uşağım birinci sinifdə deyir, hazırdır, o heç. Amma deyir, uşağımı həqiqətən də elə bir ki, dərs məktəbə yox, elə bir ki, həyata hazırladınız, verdiniz mənə ki, rahat şəkildə kollektivə buraxacam mən uşağı. Bu qədər narahat idim. Mən onsuz sizə təşəkkür edəcəyim ki, bu sizin sayənizdə. Nə yalan deyim, mən əvvəllər valideynlə sizə də səs atmışdım iş tanışlığımızda ki, mən yəni narahatam, biraz çəkinirəm, utanıram, qorxuram. Artıq mən onları gerdə buraxmışam. Mən bugün onu hiss elədim ki, valideynlə o qədər sərbəst danışa bilirəm artıq, rahat danışa bilirəm və uşağımın problemini ona deyə bilirəm. Bir uşağı mən psixoloqa yönləndirdim ki, halbuki valideyn görmürdü uşağında o problemi. Mən də baxdım uşağı gördüm, mənlik deyil. Mən o psixoloqa göndərdim, artıq o sağalmağa doğru yaxşıdır, sağalır. Nə gözəl, şükürlər olsun. O da təşəkkür eləyir, dua eləyir, deyir sizin sayənizdə. Siz, yəni ona görə də o qədər şey borcluyam ki, dərsi qoydum kənara, o hər şeyi öyrəndim. Amma bir xasiyyətim dəyişib də, onu demək istəyirəm sizə ki, xasiyyətim yavaş-yavaş dəyişməyə başlayıram. Demək ki, insan demək ki, nə qədər ədalət görürsə, o qədər yumşalır, nə qədər anlayan görürsə, o qədər yumşalır, o qədər dəyişir. Siz dəyişəndə ətrafınız da dəyişir, gözəlləşir. Siz nə qədər amma aqressiv olsaq, biz ümumiyyətlə insan olaraq nə qədər aqressiv olsaq, ətrafımızdakı insanlar da o qədər aqressiv olacaq. Mən həmişə deyirəm, nəyi çox danışırıqsa, o çoxalır. Pisliyi çox danışırıqsa, o çoxalacaq, yaxşı şeyləri çox danışırıqsa, o çoxalacaq. Ona görə mən sizin qarşınıza çıxan insanın çox şey asılıymış. Mənim sizə həm də əsas öyrətmək istədiyim odur. Mən də düşünürəm, mən sizə nə qədər ədalətli, yəni siz də şagirdlərinizə qarşı o qədər ədalətli olmuş olursunuz. Müdafiələrdən Aytən müəllimə başqa da olubdu. Kəskin xarakterli öz uşağına qarşı da, şagirdə qarşı da, onlarda da yumşalma olubdu və mən ona çox sevinirəm. Yəni hər şey sərtliyin başında deyil. Bizə ailələrimizdən belə öyrədiblər də, məktəbdə elə öyrədirdi. Sərt olan insanlar daha ciddi qəbul olunur, sərt olan insanların sözü daha çox keçir. Amma elə deyil. Sən sözü elə deyə bilərsən ki, deyir ki, oha var dağa qaldır, oha var dağdan incə. Sözü elə yumşaq formada deyə bilərsən ki, o söz yerinə yetir. Gözəl sözlər üçün də təşəkkür edirəm. Siz də nə yaxşı ki, bizim qrupumuzdasınız, varsınız. Allah hamısının canı sağ eləsin. Mən ən çox müəllim hazırlığının o tərəfindən razıyam ki, çox sevinirəm ki,
keyfiyyətli dərs keçən müəllimin, insan kimi olan müəllimin sayı çoxalmış olur. Həqiqətən işin şərəflə, ləyaqətlə, vicdanla görən müəllimin, yaxşı görən, pul xətrinə yox, çünki biz burada pulu heç vaxt təbliğ etməmişik. Həqiqətən əqidəsini ortaya qoyub dərs keçən, vicdanla, aldım Allahdım yox. Neçə qiymət qoyursansa o sənin öz işindir, o başqa bir şeydir. Amma qoyduğun qiymətin həqiqətən haqqını verməyi. Biz həm də dərsdə onu öyrənmiş oluruq. Hər şey öyrəndik, öyrənməklə. Ki, hamı səbirli, təmkinli, dediyim kimi, əsas prinsipim mənim odur. Başa düşməyən uşaqdır, müəllimdir, fərqi yoxdur. Mənim üçün heç bir fərqi yoxdur. Mən uşağa izah edirəm, yoxsa sizə izah edirəm. Əsas odur ki, kimsə öyrənir, kimisə qaranlığı işığa çıxmış olur.